Mehriban və bağışlayan Allahın adı ilə hər vaxtınız xeyirli olsun mənim şirin şəkər gül balalarım. Bu gün də mən sizə nağıl danışmağa gəlmişəm. İnanıram ki, siz də yenə səbirsizliklə nağıllarımızı gözləyirsiniz. Hazırsınız uşaqlar? Əyləşmisiniz yerimizdə. Bahar xala başlasın nağılımıza. Yaxşı, başlayaq nağılımıza. Bugünkü nağılımızın adı Hiyləgər Tülküdür. Görək, bugünkü nağılımızda söhbət nədən gedəcək? Diqqətlə qulaq asın dostlar, yaxşı? Biri var idi, biri yox idi. Səhrada yaşayan yırtıcı bir canavar var idi. Bu canavar ətraf düzənlikdən keçən, gücü çatdığı hər bir heyvanı tutub yeyirdi. Bir gün nə qədər gəzib dolandısa, yeməyə heç nə tapmadı. Çox acdığı üçün fikirləşdi ki, yaxınlıqdakı kəndə getsin. Orada quzudan, toyuqdan nəsə tutub qarnını doydursun. Amma canavar kənddəki itlərdən çox qorxurdu. Buna görə kəndə yaxınlaşa bilmirdi. Elə bu cür ac-acına fikirli-fikirli, asta-asta gəzirdi. Birdən kolluqların arxasında bir tülkü gördü. Orada tülkü yatmışdı. Canavar bunu görcək çox sevindi. Öz-özünə dedi. Əgər səssiz bu tülküyə yaxınlaşa bilsəydim, az da olsa qarnımı doyurardım. Canavar yavaş-yavaş tülküyə yaxınlaşdı. Tülküyə səsləndi. Hey, oyan! Bilmirsən ki, yatmaqdan heç vaxt xeyir gəlməz? Sonra istehza ilə dedi. Necəsən tülkü qardaş? Heç bizim keyfimizi, halımızı soruşmursan? Bizimlə heç maraqlanmırsan? Yazıq tülkü dişsinib yuxudan ayıldı. Canavarı görüb qorxudan tir-tir əsməyə başladı. Başa düşdü ki, çox pis tələyə düşüb. Qaçmağa da şansı yoxdur. Biraz özünü toplamasa, canavar bunu yeyəcək. Özünü toparlayıb dedi. Əsla canavar qardaş, siz bizim ixtiyar sahibimizsiniz. Mən həmişə sizi dostlarımızdan halınızı soruşuram. Siz bizim böyüyümüzsünüz. Həmişə sizə duaçıyam. Canavar onun sözlərini kəsib acıqlı-acıqlı dedi. Bəsdir, az yaltaqlıq elə. Mən belə sözləri çox eşitmişəm. Kimin quyruğu qapı arasında qalırsa elə bu sözlərdən istifadə edir. Açığı, mən səhərdən heç nə yeməmişəm. Qarnım çox acdı. Səni yemək istəyirəm. Bu boş-boş sözləri də eşitmək istəmirəm. Tülkü gördü ki, bu xoş sözlərlə onu yola gətirə bilmir. Fikirləşdi ki, nəsə başqa bir şey fikirləşib onu tamaha salsın. Ağlına bir hiylə gəldi. Tez canavara dedi. Yox, mən yaltaqlıq üçün demirəm. Doğrudan da siz mənim üçün böyüksünüz. Mən həmişə sizə xidmət etməyi özümə borc bilmişəm. Əgər icazə versəniz, sizə olan sədaqətimi sübut edərəm. Canavar dedi. Nə xidmət? Nə qulluq edə bilərsən? Tülkü dedi. Mən bilirəm ki, siz bərk acmısınız və hal-hazırda da mən sizin əlinizdəyəm. Heç bir qaçış qurtuluş yolum yoxdur. Siz istədiyiniz an məni yeyə bilərsiniz. Elə deyilmi? Canavar dedi. Bəli, elədir. Tülkü dedi. Çox gözəl. Mən də sağ qalmaq üçün gərək özümdən daha yaxşı bir şikar sizə verim. Çünki başqa cür xilas olmaq şansım yoxdur. Buna görə sizə bir təklifim var. Mən yaxınlıqda bir dovşan tanıyıram ki, o qədər yağlı, yumuşaq əti var ki, yeriyə bilmir. Meşənin bütün yırtıcı heyvanları onu tutub yeməkdən ötürü ürəkləri gedir. Təklifim budur. Əgər məni yeməyə tələsməsən, mən səni həmin dovşanın evinə apararam. Sən qıraqda gözləyərsən. Mən bir plan qurub onu evindən çölə çıxaracağam.
Sən də fürsətdən istifadə edib onu tutub yeyərsən. Yeyib qurtarandan sonra ürəyincə olacaqsa heç. Yox, olmayacaqsa mən sənin huzurundayam. Məni də yeyə bilərsən. Canavar gördü ki, doğrudan da bu tülkü çox arıqdır, çəlimsizdir. Öz-özünə dedi, əgər doğrudan bu dediyi dovşan ətli canlı olsa heç pis olmazdı. Uzaq başı bu tülkünü sorovlayıb yerdi. Ağzı sulanan tamahkar canavar dovşana dedi. Yaxşı, gedək göstər. Amma aç qulağını eşit. Birdən məni aldatmaq istəyirsən, ha? Beləliklə, tülkü qabaqda, canavar da onun arxasıca yola düşdülər. Tülkü çolluqların arxasındakı təpəni aşıb, dovşanın evinə çatdı. Canavara tapşırdı ki, orada gözləsin. Özü dovşanı evindən çölə çıxaracaq. Tülkü uzun bir zaman idi ki, bu dovşandan heç xoşu gəlmirdi. Amma yalandan da olsa, həmişə bir-birlərini görəndə üzdən gülüb salamlaşırdılar. Tülkü dovşanın yuvasından çağırıb dedi. Salam, dovşan qardaş, xoş gördük, necəsən? Keyfin, əhvalın necədir? Dovşan tülkünü görcək, gülər üzlə salamının cavabını verdi. Bəh, tülkü qardaş, xoş gəlmisən. Nə əcəb səndən bizi yad etmisən? Buyur, keç əyləş. Tülkü dedi. Əziz dostum, inan ki, neçə müddətdir ürəyim elə darıxıb səndən ötürü. Amma o qədər iş güc olur ki, xidmətinizə gələ bilmirdim. Bugün çox şükür sizi görmək nəsib oldu. Açığı, mənim köhnə dostlarımdan biri çoxdandır ki, sizin haqqınızda eşidib. Ağlınız, dərrakəniz, həyat təcrübənizdən ona danışdım. O qədər sizdən xoş sözlər eşidib ki, gəlib yaxından görüb tanış olmaq istədi. Mən də onu özümlə gətirmişəm. İndi qapının ağzında gözləyir. Əgər icazə versən, onu da evə dəvət edim. Ya ürəyiniz istəyirsə, çıxaq qapıda tanış olun. Biraz da bərabər gəzib söhbət edərik. Çünki bu hörmətli dostum uzaq yoldan sizi görmək üçün gəlib. Dovşan tülkünün bu danışığından şübhələndi. Fikirləşdi ki, nə isə torbada pişik var. Yoxsa ki, sadə bir görüş üçün bu qədər tərifə nə ehtiyac var? Deyə öz-özünə fikirləşdi. Amma tülküyə heç nə hiss etdirmədi. Birdən ayağa qalxıb dedi, vay, tamam unutmuşam. Ocağın üstündə südlü aş qoymuşam. Gedim altını söndürüm, gəlirəm. Tez mətbəxə keçib, yavaşca pəncərədən bayıra baxdı. Görsün ki, bu tülkünün dostu kimdir? Elə bayıra baxmışdı ki, canavarı gördü. Tülkü də həvəslə öz-özünə deyinirdi. Nə yaxşı oldu, dovşanı inandırdım. Bir güllə ilə neçə ov vurdum. Həm xoşum gəlməyən dovşandan canım qurtarar, həm də canavar dovşanı yeyib məndən razı qalar. Mən də xilas olub, gəlib bu təzə bişən südlü aşı yeyərəm. Dovşan hər şeyi başa düşüb öz-özünə dedi. Heç darıxmayın. Öz qazdığınız quyuya sizi salıb siz də baxın. Tülkü başa düşməsin deyə tez gülərizlə dedi. Sən canım bağışla, səni tək qoydum. Qorxdum birdən südlü aş ocağın üstündə yanar. Ardınca dedi. Əziz dostum, mən neçə vaxtdır ki, səni görmürəm. İndi də hörmətli qonağın uzaq yoldan gəlib. Bu cür qarşılama qayıb olar. Əgər narahat olmazsansa, bir neçə dəqiqə dostunu söhbətə tut, mən də evə biraz əl gəzdirib, təmiz xalça sərim, içməyə çay, yeməyə biraz şirini düzəldim. O vaxta kimi sən də dostunla söhbət et ki, darıxmasın. Hazır olan kimi mən sizi çağıracağım. Tülkü dovşanın buna əməlli başlı inandığını görüb, daha da sevincək halda dedi. Dovşan qardaş, bu dostumuz da çox mehriban və özümüzküdür. İnan heç zəhmət çəkməyinə razı deyiləm. Amma indi ki siz böyüşük edib evinizə gələn qonağı daha yaxşı qarşılamaq istəyirsinizsə, eybi yox. Biz bağçada gözləyərik, biraz gəzişərik. Siz nə vaxt uyğun bilsəniz, səsləyərsiniz bizi. Sonra tülkü sevinə-sevinə canavarın yanına gəlib
içəridə olub keçənləri bir ona anlatdı. Canavar biraz da iştahlansın deyə dovşanın necə ətli, yağlı olduğunu bəhbəhlə danışırdı. Üstəlik özünü biraz da yaxın etmək üçün dedi. Canavar qardaş, sən ürəyini sıxma. Mən bundan başqa bir neçə ətli, canlı dovşan yerləri bilirəm ki, bir-birindən böyükdür. Beləcə bunların başları söhbətə qarışdı. Dovşan da həmişə ehtiyatlı olmağı düşünərdi. Bunun üçün dar gününə hər tədarükünü görmüşdü. Evin girəcəyində dərin bir quyu qazıb üzərini taxta ilə örtmüşdü. Üstündən biraz palaz sərmişdi ki, heç kim bilməsin. Tez palazı kənara çəkib, quyunun üzərindəki taxtanı götürüb, nazik qurumuş ağac budaqları qoyub, yenidən palazla üstünü örtdü. Biraz gözə gəlimli olsun deyə üstündən güllü, çiçəkli bir pərdə də sərdi. Biraz evə əl gəzdirib dəyişiklik etdi. Bundan başqa dovşan çətin anları üçün evin arxasından gizli balaca bir qapı da açmışdı. Nəysə, evi qaydaya saldıqdan sonra tez qaçıb həmin gizli qapının yanında dayandı. Səslənərək tülkünü çağırdı. Tülkü qardaş, çox üzr istəyirəm. Bağışlayın ki, sizi gözlətdim. Xahiş edirəm, əziz qonağınızla bərabər buyurun. Xoş gəlib, səfa gətirmisiniz. Tülkü ilə canavar sevinə-sevinə evə tərəf yaxınlaşdılar. Elə qapıdan içəri ayaq basan kimi quyunun üstündəki quru budaqlar qırıldı. İkisi də güppultu ilə quyunun dibinə düşdülər. Biraz toz torpaq yatandan sonra dovşan quyunun ağzına yaxınlaşıb baxdı. Gördü ki, quyunun içində canavar tülkünü yeyib, özü də sıxılıb qalıb orada. Dovşan başını biraz qabağa aparıb ucadan səsləndi. Tülkü qardaş. Canavar quyunun dibindən cavab verdi. Bu tülkünün payını verdim. İndi kəndir salla, buradan çıxın. Dovşan ucadan qəhqəhə çəkib güldü və dedi. Hə, düz deyirsən. Tülkü öz elədiyinin cəzasını çəkdi. Kim öz köhnə dostuna hilə qurub xəyanət edərsə, dostunu düşmənin əlinə atarsa, sonu da belə olmalı idi. Amma sən də çox ağıllı deyilsən. Balaca bir tülkü səni aldadır. Üstəlik qonaq adı ilə cəmaatın evinə girib qanını içmək istəyir. Sənin də haqqın budur. Bunu deyib quyunun üstünü bağladı. Beləliklə bütün çöl biyabandakı heyvanların canı zalım canavardan qurtuldu. Bəli, əziz uşaqlar, bugünkü nağılımız da bu qədər. Gələn görüşlərə qədər sizə hələlik deyirəm. Gecəniz xeyrə qalsın. Yerinizə girin, mışıl-mışıl yatın. Sağ olun, salamat qalın.